Herkese salam. Bugün sizlerle 6. sınıf riyaziyyat iş dəftərindən səhifə 13-dəki tapşırıqların izahlarına baxacağıq. Bu tapşırıqlar ən kiçik ortaq bölünən mövzusuna aid tapşırıqlardır. Ən kiçik ortaq bölünən qısa şəkildə əkub yazılır. Ədədlərin əkubunu tapmaq üçün biz ədədləri sadə vurğulara ayırırıq. Sadə vurğulara ayırandan sonra hər hansı birinin sadə vurğularının hasilini götürürük. Baxırıq digərinin sadə vurğularının hasilindən hansı burada yoxdursa onları da əlavə edirik və hasili tapırıq. İndi gəlin burada əyani olaraq baxaq göstərək. Məsələn, birinci suala baxaq. Deyir ki, ədədlərin sadə vurğuları ayrılışından istifadə edərək onların əkubunu tapın. Baxın, 2 dənə ədəd verilib və sadə vurğulara ayrılıb. Hazır şəkildə sadə vurğulara ayrılıb. Bunların əkubunu soruşur. Baxın, yazıram. Əkub 56, 70. İndi əkub tapan zaman hər hansı birinin sadə vurğularının hasilini yazırıq. Məsələn, birinci 56 gəlir. Belə 56-nın sadə vurğularının hasilini yazaq. 56-nın sadə vurğuları hansılardır? 2, 2, 2 və 7. Bunların hasilini yazdım. Sonra baxıram, 70-in sadə vurğularından hansı burada yoxdursa, onları da əlavə edirəm. Baxın, 2 var. 70-in 3 dənə sadə vurğu var. 2, 2 burada var. 5, 5 yoxdur. Mütləq əlavə edirəm, vurulsun 5. Amma 7 burada var, baxın 7 var. Deməli 7-ni əlavə etməyə ehtiyac yoxdur. Elə bu hasili tapırıq, bu həmin ədədlərin əkubudur. Hasili tapaq. Deməli 2 vur 2, 4, 4 dəfə 2, 8, 8-ə 7-yə vuranda alınır 56, 56-nı da 5-ə vuranda 280 eləyir. Deməli bu ədədlərin əkubu 280-ə bərabərdir. Baxın, yazsın burada. Keçək digərinə baxaq. Hansı ədədlərin əkubunu soruşur? 24 və 40 ədədinin əkubunu soruşur. Yazıram, əkub 24, 40. Ədədləri sadə vurğulara ayırıblar və indi gəlin bunların əkubunu tapaq. Hər hansı birinin sadə vurğularının hasilini yazıram. Baxın, 24-ün sadə vurğularının hasilini yazıram. Sonra baxıram, 40-ın sadə vurğularının hansı burada yoxdur? 2, birinci 2 burada var, ikinci 2 də var, üçüncü 2 də var. Amma 5 yoxdur. 5 yoxdursa 5-i əlavə etməliyim. 5-i əlavə etdim, sonra bu hasili tapıram. 2 vur 2 vur 2 eləyir 8. 8-i 3-ə vuranda alınır 24. 24-ü də 5-ə vuranda alınır 120. Deməli, bu ədədlərin əkubu da 120-yə bərabərdir. Daha sonra keçək 2 nömrəli tapşırığa. Deyilir ki, sadə vurğuları ayırmaqla ədədlərin əkubunu tap. Baxın, birincidə sadə vurğuları ayırmışdı, əkubu tapırdıq. Burada isə özümüz sadə vurğuları ayırıb əkubu tapmalıyıq. Baxın, 42 hansı sadə ədədə bölünür? 2-yə bölünür. 21 dəfə. 21 hansı sadə ədədə bölünür? 3-ə bölünür 7 dəfə. 7 də 7-yə bölünür 1 dəfə. 60 2-yə bölünür 30 dəfə. 32-yə bölünür 15 dəfə. 15 3-ə bölünür 5 dəfə. 5 də 5-ə bölünür 1 dəfə. Sonra əkubu tapan zaman hər hansı birinin sadə vurğularının hasilini yazıram. Baxın, 42-in sadə vurğularının hasilini yazdım. 2 vur 3 vur 7. Baxıram, 60-ın sadə vurğularının hansı burada yoxsa əlavə edirəm. Baxın, bu birinci 2 burada var. Amma ikinci 2 yoxdur, onu əlavə etməliyim. Bir dənə də 2 əlavə edirəm. 3 var, əlavə etmirəm. 5 yoxdur, əlavə edirəm. Əlavə etdim, sonra da bu hasili tapıram. 2 vur 3, 6. 6 vur 7. Alınır 42. 42-ni 2-yə vuranda alınır 84. 84-ü də 5-ə vuranda alınır 420. Belə. Bunu silək, keçək, digərinə baxaq. İndi gəlin, digər ədədlərimizi sadə vurğulara ayıraq. 36 hansı sadə ədədə bölünür? 2-yə bölünür 18 dəfə. 18 də 2-yə bölünür 9 dəfə. 9 3-ə bölünür 3 dəfə. 3 3-ə bölünür 1 dəfə. 32 2-yə bölünür 16 dəfə. 16 2-yə bölünür 8 dəfə. 8 2-yə bölünür 4 dəfə. 4 2-yə bölünür 2 dəfə. 2 2-yə bölünür 1 dəfə. Sadə vurğulara ayırdım. Sonra bunların əkubunu tapan zaman, baxın. Əkubunu tapan zaman hər hansı birinin, baxın yazın burada, əkub 36, 32. Hər hansı birinin sadə vurğularının hasilini yazıram. 36-nın sadə vurğularının hasilini yazaq. 2 vur, 2 vur, 3 vur, 3. 32-nin sadə vurğularının hansı yoxdursa əlavə edirəm. Baxın, birinci 2 var, ikinci 2 də var.
Amma digər ikilərin heç biri burada yoxdur. Baxın, 2 dənə 2 burada var, digərləri yoxdur. Ona görə elə bir dəfəmlə 3 dənə 2-ni əlavə edirəm. Bərabərdir. Bu hasili tapıram. 2 vur 2 4, 4 vur 3 12, 12 vur 3 36, 36 vur 2 72. 72'ni vurup 2'ye alınır 144. 144'ü vurup 2'ye alınır 288. Belə. Deməli, bu ədədlərin əkibi 288'e bərabərdir. Ayrım. İndi keçək 3 nömrəli tapşırığa. Ədədləri sadə vuruqlara ayırmaqla tap. Hər birini sadə vuruqlara ayıraq və bunların əkibini tapaq. Baxaq. Deməli, A variantına baxıram. Əkib 12, 15. Hər ikisini gəlin sadə vuruqlara ayıraq. 12 hansı sadə ədədə bölünür? 2-yə bölünür. Neçə dəfə? 6 dəfə. 6 2'ye bölünür 3 dəfə. 3 də 3'e bölünür 1 dəfə. 15 hansı sadə ədədə bölünür? 15 3'e bölünür 5 dəfə. 5 də 5'e bölünür 1 dəfə. Sadə vuruqları ayırdıktan sonra bunların əkibini tapan zaman dediyim kimi birinci hər hansı birini sadə vuruqlarının hasilini yazırıq. Baxın, yazım. Əkib 12, 15. Hər hansı birini sadə vuruqlarının hasilini yazıram. 2 vur, 2 vur, 3. 15'in sadə vuruqlarından baxıram, hansı yoxsa əlavə edirəm. 3 burada var, 5 yoxdur. 5'e əlavə edirəm və hasili tapıram. 2 vur 2, 4, 4 dəfə 3, 12, 12'ni də 5'e vuranda alınır 60. Keçək B variantına baxaq. Əkib 35, 56. Gəlin bu ədədləri də sadə vuruqlara ayıraq. 35 5'e bölünür. Baxın, 35 5'e bölürəm. 7 dəfə, 7 7'ye bölünür 1 dəfə. 56 bölünür hansı sadə ədədə? 2'ye. 28 dəfə. 28 bölünür 2'ye 14 dəfə. 14 bölünür 2'ye 7 dəfə. 7 də 7'ye bölünür 1 dəfə. İndi bunların əkibini tapan zaman baxın, yazım. Əkib 35 56. Hər hansı birinin sadə vuruqlarının hasilini yazıram. 35'in sadə vuruqlarının hasilini yazıram. 5 vur 7. Baxın, digər 56'nın sadə vuruqlarından hansı burada yoxdur? Onları əlavə edəcəm. Baxın, ikilərin heç biri burada yoxdur. Deməli, mən 3 dənə 2'ni əlavə etməliyim. Əlavə etdim. Sonra qalır 7. 7 burada var, əlavə etməyə ehtiyac yoxdur və bunların hasilini tapıram. 7'ni 5'e vuranda alınır 35. 35'i 2'ye vuranda 70. 70'i 2'ye vuranda alınır 140. 140'ı da 2'ye vuranda 280. Deməli, bu ədədlərin əkibi 280'ə bərabərdir. İndi keçək C variantına baxaq. C variantında nə verib? Əkib 45 75. Hər birini sadə vuruqlara ayıraq. 45 hansı sadə ədədə bölünür? 45 5'e bölünür 9 dəfə. 9 3'e bölünür 3 dəfə. 3 də 3'e bölünür 1 dəfə. Daha sonra 75 hansı sadə ədədə bölünür? 3'e bölünür 5'e bölünür, fərqi yoxdur. Hansını istəsək bölə bilərik. Gəlin 3'e bölək. 75 3'e bölünür 25 dəfə. 25 5'e bölünür 5 dəfə. 5 də 5'e bölünür 1 dəfə. Sadə vuruqları ayırdıq. İndi bunların əkiblərini tapaq. Əkib 45 75. Sadə vuruqları ayıran zaman gəlin birinci 45'in sadə vuruqlarının hasilini yazın. 5 vur 3 vur 3. Sonra 75'in sadə vuruqlarından hansı burada yoxdursa əlavə edirəm. Baxın, 3 var. 5 var. İkinci 5 yoxdur. İkinci 5 yoxdursa onu əlavə etməliyim. Əlavə etdim. İndi bu hasili tapıram. 5'i 3'e vuranda 15. 15'i 3'e vuranda alınır 45. 45'i de 5'e vuranda alınır 225. Deməli, bu ədədlərin əkibi də 225'e bərabərdir. Daha sonra keçək 4 nömrəli tapşırığa baxaq. 4 nömrəli tapşırıqda bizə deyilir ki, şifahi tap və cavabı əsaslandır. Şifahi bunu necə tapa bilərik? Baxın, A variantına baxaq. Əkib 20 60. Görürsünüz ki, 60 20'ye tam bölünür. 60 20'ye baxın. Yazın burada. 60 bölü 20. Neçə dəfə bölünür? 3 dəfə bölünür. Burada bölünən 60'dır, bölən 20'dir. Biz də demişik ki, əgər bir ədəd digərinə bölünürsə, bu zaman bunların əkibi hər zaman bölünən olur. Əbubu isə bölən olur. Baxın, burada əkib bölünən hansı da 60. Deməli, bu ədədlərin əkibi 60'dır.
Daha sonra digərlərini də belə tapaq. Bir ədəd digərinə bölünürsə, əkop nə olur? Bölünənə bərabər olur. Gəlin B variantına baxaq. 140 28'e tam bölünür. Burada bölünen hansıdır? 140. Deməli, bu ədədlərin də əkobu 140'a bərabərdir. Belə. Daha sonra C variantına baxaq. 108 36'ya tam bölünür. Bölünən 108'dir. Əkob da bölünənə bərabər olduğuna görə bu ədədlərin də əkobu 108'e bərabər olur. 250'ye tam bölünür. Deməli, əkob bölünənə bərabər olar, yəni 200'e bərabər olar. Daha sonra 95 19'a tam bölünür. Burada 95 bölünəndir. Əkob da bölünənə bərabər olur. Təbii ki, dediyim kimi, əgər bir ədəd digərinin bölünənidirsə, yəni bir ədəd digərinə bölünürsə, belə deyək. Başqa hallarda xeyr, belə olmur. Əgər bir ədəd digərinə bölünürsə, bu zaman deyirik ki, əkob bölünəndir. 210 42'ye tam bölünür. Burada bölünən 210'dur. Deməli, bu ədədlərin əkobu da 210'a bərabərdir. Burada da əkobu 135 olur, çünki 135 bölünəndir. Burada 88 22'ye tam bölünür. Əkob bölünəndir, yəni 88'dir. 210 35'e tam bölündüyü üçün deyirik ki, əkob bölünəndir, yəni 210'dur. Gördüyünüz kimi cavabları şifahi tapdıq və əsaslandırın. Belə də əsaslandırdıq ki, əgər bir ədəd digərinə tam bölünürsə, bu zaman əkob bu ədədlərin bölünəni olur. Əbob isə bölən olur. Keçək 5 nömrəli sonuncu tapşırığa baxaq. Verilmiş ədədlərdən boş xanaya uyğun olanı yazın. İndi burada 4 dənə ədəd verib 30, 20, 40, 50. Bu ədədlərdən hansını boş xanaya yazsaq, bunların əkobu 60 olar. Baxın, 15 ilə hansı ədədin əkobu 60 edir? Bunu tapmalıyıq. Bir-bir yoxlaya bilərsiniz. Bunun üçün təbii ki, vaxt gələcək. Bir-bir 30'u sadə vurğulara ayırın, 15'i sadə vurğulara ayırın, onların əkobunu tapın. Sonra 20 ilə tapın. Belə də yoxlaya bilərik. Amma mən deyirəm ki, burada cavab 20'dir. Niyə 20'dir? Çünki, baxın, yazın burada, əkob 15, 20. Bu ədədlərin 15 ilə 20'nin əkobu 60 olur. Çünki əkob sözünün mənasını başa düşməlisiniz. Əkob ən kiçik ortaq bölünəndir. Ən kiçik ortaq bölünən. Yəni, 15 ilə 20'nin bölünənlərinin, bölünən, diqqət yetirin, əbobda bölən olur, burada bölünəndir. 15 ilə 20'nin bölünənlərinin içərisindən ən kiçiyi. 15 ilə 20'nin bölünənləri. Məsələn, gəlin 15'in bölünənlərini yazaq. Hansı ədədlər 15'e bölünür? 15 15'e bölünür, 30 15'e bölünür, 45 15'e bölünür, 60 15'e bölünür və s. Belə birində yazım 75 15'e bölünür. Təbii ki, bölünənləri sonsuz saydadır. İndi 20'nin bölünənləri hansı ədədlər 20'ye bölünür? 20 20'ye bölünür, 40 20'ye bölünür, 60 20'ye bölünür, 80 20'ye bölünür, 100 20'ye bölünür və s. belə sonsuza qədər gedir. İndi bunların içərisindən ən kiçiyi hansıdır? Hər ikisində olan təbii ki. Hər ikisinin bir ortaq bölünənlərini tapaq. Baxın. Birinci 60'dır. Artı da var, amma ən kiçiyi elə 60 olur. Digərləri 60'dan böyükdür. Deməli, əkob da ən kiçik ortaq bölünən deyildi. Bunların da hər ikisinin ortaq bölünəni 60'dır və digər ədədlər də var təbii ki. Ən kiçiyi də 60'dır elə. Digərləri 60'dan böyükdür. Ona görə bu ədədlərin əkobu 60'dır. Yəni belə düşünün ki, bu 60 elə bir ədəd olmalıdır ki, 60 həm 15'e bölünsün, həm də 20'ye bölünsün. Baxın, əgər mən düşünsəm ki, burada 30'dur, düzdür, 60 15'e də bölünür, 30'a da bölünür. Amma bu ədədlərə bölünən ən kiçik ədəd deyil, əkob deyil. 15 ilə 30'un əkobu 30 eləyəcək. Sonra 40 yazsam, 60 40'a bölünmür. 50 yazsam əgər, 60 15'e bölünür, amma 50'ye bölünmür. Belə. Gəlin bir-bir yoxlamaqla da sizə göstərim. Bir dəqiqə. Yaxınlaşdırın bunu. Belə. Deməli, bunu silim. Gəlin yoxlayaq. Gəlin yoxlayaq. Gəlin yoxlayaq. 20 dedim. 20 ilə 15. Gəlin bunların əkobunu tapaq. Baxaq, həqiqətən də 60 edir ya yox. 15 3'e bölünür 5 dəfə, 5 də 5'e bölünür 1 dəfə. 22'ye bölünür 10 dəfə, 12'ye bölünür 5 dəfə, 5 də 5'e bölünür 1 dəfə. İndi bunların əkobunu tapmaq istəsək, hər hansı birini sadə vurğularının hasilini yazıram. 2 vur 2 vur 5. Sonra baxıram 15'in sadə vurğularının hansı yoxdursa əlavə edirəm.
5 var, 3 yoxdur. 3-ü əlavə edirəm. Bu da edir 60. Gördünüz? Həqiqətən də bu ədədlərin əkibi 60 eləyir. Belə. Yəni bunu yoxlayaraq da tapa bilərsiniz. Amma şifahi şəkildə də tapa bilərsiniz ki, əkib ən kiçik ortaq bölünən deməkdir. Sonra burada baxaq. Bu ədədlərin əkibi 90-dır. Deməli, 90 bunların ən kiçik ortaq bölünənidir. Hansı ədəd ola bilər? 45. Bu 45-dir. Gəlin yoxlayaq. 45-i sadə vurğulara ayırıram. Sonra 18 sadə vurğulara ayıram. 18 2-yə bölünür 9 dəfə, 9 3-ə bölünür 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. İndi bunların əkibini tapan zaman 45-in sadə vurğularının hasilini yazıram. 3 vur 5 vur 3. Sonra 18-in sadə vurğularından burada olmayanları əlavə edirəm. Baxın, 2 yoxdur, əlavə edirəm. Digərləri, digər 2 dənə 3-lər burada var. 3 dəfə 5 15, 15-i 3-ə vuranda 45, 45-i də 2-yə vuranda alınır 90. Deməli, həqiqətən də 45 ilə 18-in əkibi 90 olur. Başqa formada düşünə bilərsiniz ki, əgər bura 45 yazsaq, 90 həm 45-ə, həm də 18-ə bölünən ən kiçik ədəddir. Sonra C variantına baxaq. Əgər 32 yazsaq, 32 ilə 32-nin əkibi ilə 32-ni özü eləyəcək. 64 yazsaq, bu ədədlərin, baxın 64 yazıram. Bu ədədlərin əkibi 64 eləyər. Çünki biz demişik ki, bir ədəd digərinə bölünürsə, bu zaman əkib bölünən olur. 64 32-yə tam bölünür. Bu zaman əkib 64 olacaq. Deməli, 64 doğru deyil. Daha sonra 96 yazsaq, 96 doğru olar. Niyə? Çünki, baxın, 96 32-yə tam bölünür, 3 dəfə bölünür. Deməli, 96 bölünəndir. Biz də demişik ki, bir ədəd digərinə bölünürsə, əkib bölünən olur. Yəni, 96 ilə 32-nin əkibi elə bölünən olar. Yəni, 96-nın özü olar. Əgər sadə vurğulara ayırsaz, aydın şəkildə bunu da görmüş olarsınız. Belə, səhifə 13-dəki tapşırıqların izahlarına da baxdıq. Digər səhifələrin izahını kanala yerləşdirəcəm. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun.